hansısa cəmiyyətdə özünə yer tapa bilməyən biri, məsələn, gedir orada qadın kişi mövzusundan danışır. Belə bizdə biraz bu məsələlər şey baxılır da, qadın kişi mövzusundan danışırsansa və tərəddüd etmədən seks sözünü deyirsənsə, cinsel ailə sözünü deyirsənsə, sən biraz insanların sənin münasibəti dəyişir. Sosial mediadan gedir də söhbət. Yəni sənə daha çox deyirlər, o oldu buna cəsarətlidir. Xüsusilə xanımlar bunu deyəndə, vəbşə deyirlər, filan xanım dəhşət cəsarətlidir ki, bu sözü dedi. Amma bunun uçurum tərəfini düşünənlər yoxdur. Çünki sosial mediada bu mövzunu götürüb yola çıxanlar və tutuzduranlar, hamısına baxsan, hamısı travmalı insanlardır. Nə bilim, birinin seksi yoxdur, birinin nə bilim, dostu yoxdur, birinin atası-anası yoxdur, nə bilim, hamısında nəsə çatışmayan bir şey var və onun istiqamət götürüb çıxırlar ki, səndə bu yoxdursa, sən belə olmalısan, sən cəmiyyətin qarşısında belə olmalısan, filan şeyə belə yox deməlisən, belə hə deməlisən və bu da artıq o özünə istiqamət seçməkdə olan bir uşağın, bir yeniyetmənin səhv istiqamətlənməsinə gətirib çıxardır. Yəni, mən əslində sosial mediada o tip influencerlərə qarşıyam ki, onlar konkret öz travmalarını bu cəmiyyətə yeridirlər.